Dostlar, bu əsərə qaldığımız yerdən davam edirik. Bax, görürsünüz, The Wings of the Dove, Henry James'in əsəri. Deməli, burada qalmışdıq. Presently, he moved nearer. Deməli, nədir? Deyir ki, presently nə deməkdir? Yəni, biraz sonra, yəni, çox keçmədən, az sonra, burada hal-hazırda mənasında deyir, yəni presently, çox keçmədən, he moved nearer, o yaxına gəldi. He moved nearer, o daha da yaxınlaşdı. But as if her question had quite dropped. Lakin as if sanki onun sualı, bu da dropped yəni, yəni sualı yox idi də, yəni qurtarmışdı sualı, bitmişdi. Drop, yəni məsələn söhbəti buraxmaq, artıq davam etdirməmək. O mənada söhbəti bağlamaq. Dropped. I don't see what has so suddenly wound you up. Mən bilmirəm, onu biraz sonuna. Mən başa düşmürəm. Nə səni what has so suddenly belə qəfildən incitmişdir. Yəni məsələn burada yazmışıq. İncitmişdir, sonra gəlmişdir, əsəbləşdirmişdir. Mütəl sözdür bu, wound you up. Wound up sözü. I should have thought you might perhaps guess. Mən bunu düşünməliydim. I should have thought. Qrammatika, çətin qrammatikadır. I should have thought. Düşünməliydim ki, bunu belə düşünərdim ki, you might perhaps guess. Ola bilsin sən bunu təxmin edirsən. Let me at any rate tell you. Qoy sənə deyim, yəni at any rate, hər halda sənə deyim. Aunt Maud has made me a proposal. Maud xala mənə etmişdir bir təklif. Proposal. But she has also made me a condition. Ancaq o həmçinin mənə etmişdir, mənə bir şərt irəli sürmüşdür. Yəni made me a condition, şərt irəli sürmüşdür. She wants to keep me. O istəyir ki, məni to keep me, yəni qorusun, saxlasın, qayğıma qalsın, yanında saxlasın. And what in the world else could she possibly want? Burada in the world sözü axı deməkdir, sanki. Yəni deyir, sanki deyir, başqa nə deyir? O ola bilsin ki, bəlkə də istəyərdi, istəyə bilərdi. Oh, I don't know. Oh, mən bilmirəm. Many things, çox şey. I'm not so precious a capture. Mən qiymətli bir şey deyirəm, çox da. Qiymətli bir şey deyirəm, yəni kimisə yanında qalmaq üçün, qayğıma qalınmaq üçün, əsir tutulmaq üçün də mənalı. The girl a little dryly explained. Qız bir balaca quru-quru, dryly, quru-quru izah etdi. No one has ever wanted to keep me before. Heç kim, heç bir zaman, ever, wanted, istəməmişdir ki, to keep me before, mən əvvəllər yanında saxlasın. Looking always what was proper, her father looked now still more surprised than interested. Həmişə düzgünlük axtaran, proper, düzgün, doğru düzgünlük. Düzgünlük axtaran, yəni atası, indi necə görünürdü? Daha çox təəccüblənmiş bir halda görünürdü. Yəni, maraqlanmaqdan çox təəccüblənmiş bir halda görünürdü. You've not had proposals. Sənin təkliflərin olmayıb indiyəcən. Yəni, sənə təklif edilməyibdir indiyəcən. Yəni, bu qədər. Çətin bir C1 səviyyəsində mətindir. Bunu bölüm-bölüm hər videoda oxuyuruq.